Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Tovuz rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 16-sında saat 12 radələrində Tovuz rayonu Əyyublu kəndi ərazisində 29 yaşlı Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 32 yaşlı Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünün meyidinin tapılması ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Onlar küslü idilər, bir-biri ilə danışmırdılar. Səbuhi haricdə idi, gəlib qızımı hədəliyib. İnanmazdım ki, belə bir hadisə baş verə bilər. Bu sözləri əri tərəfindən qətlə yetirilən Mətanət Hacızadənin atası Asif Hacızadə bildirib. O həmçinin qeyd edib ki, kürəkəni qızını xəyanətdə ittiham edirmiş. Xəbər verdilər ki, belə bir hadisə baş verib, evimə gəlib qızımı bıçaqlayıb və qaçıb. Mənim həyatımı söndürdü. Qızım 3 aydır bizimlə qalırdı. Ər evinə getmirdi. Aralarında danışıq yox idi. Əvvəllər münasibətləri normal idi, amma sonradan oyun qurdular, aralarını vurdular. Kimsə onun beynini doldurdu. Qızıma deyirdi ki, güya sən pis yoldasan.